Artıq 10 ildir ki ölkədə keçirilir. Bu illər ərzində mövzusu, keçirilmə formatı, tətbiq etdiyi yenilikləri ilə Milli İnsan Resursları Forumu ilklərə imza atıb. Azərbaycanın insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirən İnsan Resursları Forumu keçirildi. Bu forum ölkənin ən nüfuzlu insan resurslarından biridir. Əsas məqsəd biznes sahəsində insan resursları funksiyasına vurğu etmək, bu sahədə çalışanları şəbəkələşmə platformasında cəmləşdirmək və sahənin inkişafına dəstək verməkdir. İnsana dəyər şüarı bu ilki Milli İnsan Resursları Forumunun panelləri üzrə əsas müzakirə istiqaməti oldu. İlk paneldə İnsana Yeni Dəyər adlı paneldə yeni yaranmış insan resursları sahəsindəki tendensiyalardan, bunların necə yeni alətlərin yaranmasından danışıldı. İkinci panelimiz TEDx formatlı təcrübəyə dayanan panelidir ki, burada insan resursları peşəkarları birbaşa insan resursları sahəsində şirkətlərdə hansı problemlərin olduğu və bu problemlərə hansı həll yolları, hansı alətlərlə həll yollarının gətirildiyindən danışacaqlar. Son paneldə isə fərqli dəyər paneli adlanır. Fərqli dəyər panelində isə fərqli sahələrdən mütəxəssislər insan resursları üzrə peşəkar olmasalar da öz sahələrində fərqli dəyər yaradıblar. Forumda özəl dövlət sektoru bütün sahələrdən 500-dən artıq burada insan resursları sahəsində çalışan mütəxəssislər, rəhbər şəxslər iştirak edirlər. Müvafiq sahədə, yəni insan resurslarının inkişafı ilə bağlı əlimizdən gələni etməyə çalışırıq ki, ölkəmizdə fəaliyyət göstərən müəssisələrin konsept mesajı, bilirsiniz, insana dəyərdir. Forumun mövzusu olduqca aktualdır, insana dəyər. Çünki bugün müəssisələrdə, təşkilatlarda, məktəblərdə, universitetlərdə insani münasibətlər böyük əhəmiyyət kəsb edir və məhz bu nəticəyə təsir edir və buna görə də burada bugün paylaşılan fikirlər, ideyalar olduqca aktualdır, olduqca faydalıdır. Müzakirə edilən panellər çərçivəsində insan resurslarına yanaşmada fərqlilik yaradan trendlər, inklüzivlik, gender bərabərliyi, sosial məsuliyyət, təhsil və təşkilati mədəniyyətin inkişafı kimi geniş və dəyərli mövzular müzakirə olundu. Spikerlər müxtəlif sahələrdə qazandıqları təcrübələri və fərqli perspektivləri iştirakçılarla bölüşərək HR sahəsinə multidisiplinar yanaşmanın vacibliyinə diqqət çəkdilər. Bu sada çatıracaqlarımız bu qədər. Görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.